Salam aleyküm, salam əziz və hörmətli dostlar. Xoş gördük. Umarım ki yaxşısınız. Dünya ana dili günün tamam Azərbaycanlılara, türklərə və o millətlər ki dilləri qadağandır, onlara təsliyyət deyir. Çünki təbrik demək o zaman olar ki bir müvəffəqiyyət ola, o müvəffəqiyyət adam təbrik deyir. Amma təsliyyət o zamandır ki əldən veribdir. Biz özümüzü hər halda mən istəyirəm biraz əgər olsa bir Osmanlı musiqisi açsam, biraz o Osmanlı musiqisi davam eləsin. Eyni halda da eyni halda da eləyə bilək ki biraz ana dili haqqında danışmaq istəyəcəm. Bir de selam arz edeyim dostlara. Umarım ki dostlarımız gelsinler. Ben bu günler istəyirəm ana dili hakkında danışan ve ana dili sabahdır. Yani sabahları Fevriye'nin 21'idir. Dünya ana dili günüdür. Muntaha bir zaviyeden istəyirəm danışam ki İndiyəcən bizə o zaviyədən danışmayıblar və bəlkə də bizim xoşumuz gəlmir. O da Allahın dili. Müsəlmanlar hər halda mötəqiddirlər Qurana. Bir iddə adamlar Quranı indi nəqd edirlər, onun doğru olmamasında ciddi şübhələr yaradırlar. Bu yerində, yəni nəqdlər yerində, amma indi mövcud o şey ki, insanlar o Quranı müqəddəs bilirlər və ona etiqadları vardır. Heç olmasa yaşa %99.99'u bu Quranı qəbul edir. Və İslam alimləri də qəbul edirlər, amma bir iddə də müntəqidlər var, onun əsasında danışıram. Baxın, Allah yoxmuş. Qur'anın dediyinə əsasən Allah'ın o zaman Allahlığı belli olubdu ki dili olubdu. Dil açıb Allah. Qur'ana istinadən. Yəni dilsiz bir vücudun, bir varlığın mənası yoxdur. O günəcən ki dil açar. Və Allah'ın Qur'anda dediyinə əsasən Allah'ın vücudu o günəcən yox imiş ki o gün dil açıbdı. Qur'anda deyir ki və izə əradə şeyən fəqalə ləhu kun fəyəkun. Əgər iştibah eləmirsə mən 4 ya 5 dənə ayə tapdım ki bu məzmunda Qur'anda var və elə deyir ki qalə ləhu kun fəyəkun ya izə əradə şeyən. 2 dənə şey bu ayədə var. Biri iradədir. Bir də dil açmaq. Yəni Allahlıqdan öncə 2 şey var. İradə zehnidədir. Bəlkə ola bilər. Amma iradə dediyimiz şey o zamandır ki içimizdə bir meyil var, bir hissi var. Onu biz kəlməyə çevirəndə adına iradə deyirik. Amma məsələn göylümüz istəyir ki o meyvəni dəraq yeyək. Bu bir istəkdir. İradə o zaman ki onu əl atıb dərmağa deyir. Yaxşı. İndi deyir ki fərz buyurun ki bir dənə alma ağacı var və orada 50 dənə, 100 dənə qoyun var. Onların gözləri də, gücləri də istəsə 1000 ildə o ağacın altında otururlar. O alma düşməsə onlar o almadan yeyəməyəcəklər. İradələrinin də məna və məfhumu yoxdur.
Diqqət buyurursunuz. Bunlar iradə eləsələr ki, biz o almanı yeyək, yeyə bilməzlər. Məsələn, biz uşaq idik, əlimiz çatmırdı girdəkana. Daş atırdıq. Bu bizim iradəmiz. Göylümüz istir, tamahımız düşüb. Sonra yerdən bir daş götürürük. Bu daşı atırıq, bir dənə ağac düşür ya selbə atırıq. Oradan almadan düşür. Aleykümselam. Və o almanı biz yeyirik. Bu bizim iradəmizdir. İndi Allahın iradəsi nə şəkildə Quranda görsənir? Quranda deyir ki, Allah bir şeyə iradə elər və iradədən sonra danışar. Danışmasa o iradə təcəlli tapmaz. Biz insanda da oturdu. Məsələn, mən birini sevirəm. O günəcən ki, ona deməmişəm səni sevirəm, bu iradə deyil. O zaman ki, iradə elədim ki, izhar eləyəm, onda dil açılır. Dil gəlir ortaya. Yazı gəlir ortaya. Məsələn, namə yazıram. E-mail yazıram. Yoxsa hardan biri biləcək mənim iradəm nədir? Ya iradəm nədir? Təcəlli tapır, dil ilə təcəlli tapır. Allah özün beləsi məhsur eləyib dilə. Quranda, bugünkü Qurandakı ayələrə diqqət edilir ki, Allah özün dilə məhsur eləyib. Mən indi əgər burada icazələrinizlə geçsəm Google-ə və Google-də yazsam ki və iza əradə şeyən, əgər mən bunu ərəbcəsini də gətirsəm, ayələri sizə görsəm və iza əradə iza əradə şeyən fəqalə ləhu kun fəyəkun. Mən bunu əcə tapsam. Okey. İndi bunu Quranda bu ayəni axtaranda 5 dənə ayət gəlir. Əgər iştibah eləməsəm, mən onu tapsam. Məsələn, onlardan biri Yasin surəsindədir. Deyir ki, və iza, indi gəlsin ayə, mənim biraz internetim niyə bilmirəm, zəifdir. Ya da Qur'anı bevaxt açır. Ona görə ana dilinə görə belə bir şey deyir. Yəni, bəli, deyir ki, Ərəbi nususul ayətil Osmaniyyə innəmə əmruhu iza əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Deyir ki, o zaman ki Allahın iradəsi bir şeyə təalluq tapa, bir şeyi düzəltməyə, bir şeyi icad eləməyə, bir şeyi yaratmağa təalluq tapa, yəni iradə eləyə ki bu iş olsun. Deyir, onda nə edəcək? Ən yəqulə ləhu, ona gərək deyə, nə mənə? Kun. Bu hərfi deyə. 2 dənə hərfi də nə vardır? Ol. Türkcə bunun oldu. Ol. Ərəbcə kun 2 hərfidir. Ol, fəyəkun. Fə, pəs, farsca, bəs, biz türkcə bəs, zaman içində, fəyəkun, yəni zaman içində olar. Yəni Allah elə dedi, olmaz. Zaman içində olar. Amma Allah ona nə iner? Əvvəl əmr elər. Yəni danışar. İndi, ana dili pəs mühümdür. Niyə? Çünki ana dili iradə dilidir. Ana dili yaradıcılıq dilidir. Ana dili düşüncə dilidir. Çünki biz əvvəl düşünürük, bir şeyi dil əsasında düşünürük. Baxın, biz dildən xaric düşünənmərik. Dilin önəmi budur. Yəni biz indi, məsələn, istəyək, məsələn, mən sizə bir meyvə deyim. Məsələn, bu meyvəni fashion fruit. Fashion fruit adında dünyada bir meyvə var. Çox da bahadır. Girdəkən yekəlikdadır. Biri də $1 başlayır, $5. Yəni bir dənə meyvədir. Girdəkən yekəlikdə. Adı fashion fruitdur. $1 ilə $5 arasında qiyməti var. Bir dənəsinin. Dənəsinin. İndi kim bunu bilir nədir?
Heç biri onlar ki görməyiblər, bilmirlər nədir. Görənlər də bilmirlər nə dad verir, nə tam verir, nə cür yeyərlər, nə cür bu, nə cür bir şeydir. Şinaxtımız yoxdur. Tanışlığımız yoxdur. Passion fruit adında bir meyvə ilə. Əvvəl biri tapılır, biz bunu görürük. Sonra bunun adını deyirik, soruşuruq ya deyirlər bizə bunun adı passion fruitdur. Biz ondan sonra bu meyvəyə bir ad gəlir zehnimizdə. Bu meyvəni hər vaxt görəndə ya zehnimizə gələndə passion fruituna bunu eşidirik. Düzdür, əksi bizim zehnimizə gəlir. Amma onu istəyək birinə deyək, gələk deyək passion fruit. Yoxsa deyə bilmərik. Sonra biri bizdən soruşsa şu nə cür bir meyvədir, rəngi nədir, özü nədir, nə cür, nə içəlikdadır, nə kiçiklikdadır, bunun tamı nədir? Onda da biz yenə də danışıqla, sözlə deyəcəyik. İndi daha gedək üstə, deyək ki, Allah nədir? Heç cürə biz bu Allahı tozih verənmərik. Dil olmasa tozih verənmərik. Heç cürə bu Allahın haqqında zehniyyətimiz əslən yoxdur. Çünki Allah sözü əvvəl bir sözdür. Biz əvvəl bunu alışmışıq. Dünən dostların biri, fikirəm Ərdəbilli dostların biri əzanı türkçə deyibdi. Əlbəttə Atatürk dövründə və bir uzun zaman Türkiyədə elə əzan türkçə deyilirdi. Gördüm qələt deyir. Çalışır, oxusun əzanı, oxuya deyir. Amma deyir ki, şəhadət verirəm ki, Allahdan sonra bir Allah yoxdur. Bu qələtdir. Quranda ilahdan sonra Allah var. Yəni, şəhadət verirəm ki, ilah yoxdur, Allah var. İndi bunu deməkdən istəyirəm ki, biz dünyanı dilinə düşünürük. Dilsiz heç şeyi düşünə bilmərik. Heç şeydən bir doğru, düzgün zehnimiz, təsəvvürümüz olmaz. İndi ana dili haqqında mən əlan danışıram. Duram burada, mövzunda orada yazam ana dili və danışmayam. Nə siz bir şey düşünərsiniz, nə mən düşünərəm. Əlbəttə, mən özümün içində düşünürəm indi ana dili haqqında. Hamısın dilinə düşünürəm. Yəni, əgər dili oradan çıxarsa, əlifba ilə yox ha, baxın, əlifba ilə dilin arasında fərq var. Dil o şeydir ki, mən danışıram, bəzi şeyləri əlan burada deyirəm, Allaha görə danışdıq, fashion fruit'a görə danışdıq, dilin özünə görə danışdıq, 21 fevriyə nədir, ona görə danışdıq. Amma bunların hamısını sözlə deyirəm. Bunlara da zehnimdə fikirləşəndə yenə sözlə fikirləşirəm. Əlifba ilə yox. Əlifba nədir? Əlifba o zamandır ki, biz istəyirik zehnimizdə olan sözləri əlifba şəklində çevirək və yazaq. Yəni o bir çevirmədir. İndi deyirlər nomad farsça. Bir nomaddır, bir semboldur, onu göstərir. Məsələn, bir dənə vaqəən quş var eşikdə, deyək ki, qarğa. Mənim nəqqaşım yaxçı olsa, onun əksini çəkərəm. Yaxçı olmasa bir dənə bir əcib bir şey çəkərəm, amma qarğanı məsələn bu görsəsin. Yəni bu qarğadır. Bizim də zihnimizdə bir də fikirlər var. Onları danışırıq, səslə cənabız eşidirsiniz. Bu olur dil. O zaman ki, istəyirik bunu yazı şəklinə gətirək, ona bir əlamət yonturuq. O əlamət yontalamağın adı əlifbadır bu günləri. İndi o əlifbanın əcəba ərəb əlifbasıdır, latin əlifbasıdır. Mən özüm zindanda özümə məxsus bir əlifba düzəltmişdim. Bir gündə bir dostumuz var idi. O dedi, mən istəyirəm nişanlıma bir namələr yazam ki, fəqət nişanlım oxusun, ya xanımım oxusun. Amma istəmirəm heç kəs də onu oxuya bilsin. Mən ona məsələn bir əlifba düzəltdim, sonra da zindan onu tutdu adamdan. Sonra o da dedi ki, bunu İnsafəli yazıb mənə. Onlar gəldilər, məni tutdular, apardılar Bazıcıya ki, bu bir dənə bir sistemi, rəmzidir ki, sən yazırsan, bunu bu adama verirsən ki, bu adam verirsin eşiyə, sən eşiyinə bundan irtibat tutasan. Sonra mən açıqladım ki, yox, bu adam istəyir xanımı ilə danışsın, mən bu əlifbanı ona görə düzəltmişəm. Bəs bir dənə dili yazmaq üçün
Müşəxəs əlifba lazım deyil. Siz özünüz eləyə bilərsiniz ki, əlifba düzəldəsiniz. Hər səs ki ağızdan çıxır, o səsə bir əlamət qoyasan. Deyəsən, bundan bu üzə hər vaxt mən bu s desəm, s səsinə bu əlaməti qoyacağam. Hər vaxt t desəm, t səsinə bu əlaməti qoyacağam. Pəs dil ilə əlifbanın fərqi var. Dil o şeydir ki, biz ondan danışırıq, ondan düşünürük. Hər nəyi istəyək düşünək, biz dil ilə düşünürük. Dildən xaric düşünmə imkanımız yoxdur. Dedim, misal vurdum, passion fruit. O zaman ki biz bilmirik bu nədir, onu düşünənmirik da belə. O zaman ki ona görə biri dil ilə bizə tozih verə, ya görsə də sonra tozih verə, ondan sonra biz ona görə danışırıq. İndi bu passion fruit eşikdədir, bunu gözündən görmək olar. Bunu yiyib, dadıb düşünmək olar. Yəni heyvanlar da bu meyvəni yeyə bilərlər, bunu düşünə bilərlər. Bu turşdur, ya şirindir, nə içəlikdədir, nə cür sındıracaq, içi nə cürdür. Rəngi nə cür olar, nə cür olar, nə cür olar. Bunlar heyvanlar da düşünə bilər. Amma o zaman ki istəyək bir-birimizə bunu tozih verək, dil lazımdır. İndi bu eşikdə olan bir mücəssəm bir şeydir. Yəni baxın bu eşikdə olan bir şeydir. Amma indi deyirik ki eşq, varlıq, Allah, dad, his, duyğu, dil, istəyirək bəhs eləyək fəlsəfi, dilin üstündə. Dil yox, o dili ki biz onunla fikir, düşüncə, zehn, əxlaq, fəlsəfə, düşüncə yəni. Fəlsəfə yəni düşüncə. Bunları istəyirik indi, bunlarınki eşikdə yoxdur. Eşikdə yox, divar var, dəmir var, qızıl var, maşın var, göy var, ulduz var, işıq var, qaranlıq var. Bunları hamımız bildik, tamam. Amma indi bir iddə bir şeylər də var, biz onlarla yaşırıq ya, onları deyirik ki, onların eşikdə yoxdur. Siz mənə eşikdə eşq görsədənməzsiniz. Mən sizə eşikdə xiyal görsədənmərəm. Mən eşikdə sizə ruh görsədənmərəm. Ya yoxdur, ya da görsədənmərəm məsələn olsa da. Mən eşikdə sizə, yəni dünya, vaqi dünyada bir şeylər var ki, biz onları fəqət burayla. Dostlar, onlardan biri dilin əsl xasiyyəti ki bizə lazımdır, danışmaq deyil. Danışmaq dilin bir parçasıdır, amma danışmaq özü dil deyil. Dil təxəyyüldən ibarətdir. Dil düşüncədən ibarətdir. Biz düşünürük, amma dil ilə düşünürük. Məsələn, indi mən İngilisim çox zəifdir, yaxşı Almanı da bilmirəm, Rus əslən bilmirəm, Japonu əslən bilmirəm. Siz nə qədər Japonu eşidirsiniz, düşünə bilməzsiniz Japon dilində. Adam gözəl danışır, xəndanlıq edir, ya gözəl film görürsən, amma o içəridə nə deyir, o şeylərə görə sən onu düşünəmirsən. Bəs biz dil ilə düşünürük. Yəni dil bu deyil ki, Farsça bizə deyiblər ki, dil vəsili irtibat است. Bir-biri ilə irtibat qurmağa, əlaqə qurmağa dil lazımdır. Yox, bu deyil. Dilin aşağı səviyyəsi budur. Dil təxəyyül, dil düşüncə üçündür. Dilin əsli düşüncədir. Dilin əsli təxəyyüldür. Dilin işi nədir? Tamam. Bir budur ki, mən cənabınızla danışıram, deyirəm ki, siz cənabınız buyurursınuz ki, mən nə istəyirəm deyəm. Bir işi budur. Mənim zehnimdə bir şeylər var, onları sizə dil vasitəsilə, yəni səs vasitəsilə sizə yetirirəm. Siz də mənə tay düşündüyünüz kimi, ana dilimiz bir olduğumuz kimi, mən deyirəm kim, siz kim eşidirsiniz? Əgər mənim dilim pəltəl olmasa, mən çığın yerinə t deməsəm, deyəcəyəm kim, deyəm tim. Sizin də qulağınız müşküllü olmasa,
Sonra da düşüncəz mənətəyi olsa, yəni kim sözün bilsəz ki, kimdən məna, muradımız nədir? Ondan sonra biz bunları düşünə bilərik bir-birimizlə. Amma indi mən bir şey deyim, siz bilmirsiniz. Məsələn, deyək ki, dragon fruit. Ya məsələn, deyək ki, gooseberry. Mulberry. Məsələn, ələn bunların mənasını demirəm. Gooseberry yəni nə mənə? Mən heç gooseberry nə alını bir, məsələn, rus dili bilim, rus dilində danışım, cənabınız da bilmirsiniz. Düşünə bilməyəcəksiniz. Sizdə heç irtibat qurulmayacaq, heç bir məna da olmayacaq. Heç bir düşüncə də sizdə qalxmayacaq. Yuxuz gələcək, gedib başınızı qoyub yatacaqsınız. Amma dilin əsli işi bunun yanında, yəni səsin yanında düşüncə yaratmaqdır. Düşüncənin səviyyəsini dəyişdirməkdir. Düşüncələri bir-birinə vurmaqdır. Əgər bir dil güclü olursa, dünyanı değiştirir. Çünkü təxəyyül, baxın, dilin gücü hardan gəlir? Təxəyyül gücündən. Mən xiyal eləyə bilirəm ki, uçuram. Uçmağı istəyirəm. Bu uçmaq üçün xiyalımda qanat düzəldirəm. Bir şeylər düzəldirəm. Və onlarla uçuram. Qədim yadınıza gəlsə, o biz mədrəsədə oxuyanda bir dənə farsda laçıpoş deyirlər, biz ona şey deyirik, tosbağa. Tosbağa istir uçsun, uçanmır. Bunu ördəklər gəlirlər, bunu bir ağaç verirlər, ağzından deyirlər, buna yapış, yapışır, onlar uçurlar, bu da uçur. O bir yoldur. O bir yoldur. Bir yol tapdı uçmağa. Təxəyyül gücü ilə olur. Yəni deyir ki, mən necə uçum, sonra ona bir yol axtarır. Sonra biri gəlir, Albright qardaşları kimi təyyarə düzəldir. Əlbəttə, məsələn ki, qədim nağıllarda Həzrəti Süleymanın bir fərşi var, onunla uçur. Bir də adamlar quşları aç saxlırlar, onları bağlırlar, sonra onunla uçurlar. Sonra balon düzəldirlər, balonla uçurlar. Filan bəhman. Bu təxəyyül gücüdür. Dil bizə təxəyyül gücü verər. Xiyal gücü verər. Düşüncə gücü verər. Xiyal və təxəyyül və düşüncə bir-birinin yoldaşlarıdırlar. Bir-birinin doğarlar. Düşüncə xiyalı, yəni fəlsəfə xiyalı doğar, xiyal fəlsəfəni doğar. Bu bir dənə mütəəssifanə istəyək istəməyək. Bilmirəm də niyə deyirlər ki, fəlsəfə batil olar. Silsili dövr təsəlsülə düşər və dövr təsəlsül batildir. Niyə batildir, mən bilmirəm. Bu da o qanunlardandır ki, bu müsəlman filsuflar, adları filsuflar deyiblər. Bütün onlar istəyiblər Allahı sabit edir, Allah var. Bir dənə qanun qoyublar ki, əgər bir şey fırlansa bundan ona, ondan buna, deyək fəlsəfə şeyi doğar, təxəyyülü doğar, təxəyyül fəlsəfəni doğar, bunlar ikisi fikri doğar, fikri bunları doğar. Yəni dili doğar, dil bunları doğar. Daimən bu cürdür. İndi passion fruit'u biz bilmirdik. Mən bunu tozif verdim, bir dənə meyvədir, üstü saf, 2-3 rəngdə olar, qəhvəyi rəngi, sarı rəngi, yaşıl rəngi olar. Cıqqılıdır, girdəkən yıkalıqdadır. Bunun bir nazik qabığı var, limu qabığı kimi. Onu çox bahalı meyvədir, az tapılır, çox bahalıdır. Bunun qabığını sındırarlar, için qaşıqla şeylərlər, içində bir dənəli, cıqqılı tut dənəsi kimi dənəsi var, biraz istot dənəsinə bənzir. Ondan sonra da bunun dövrəsində bir şey var, sıvıq bir maddə var. Sıvıq bir şey vardı, onu qaşıqla götürürlər, yeyərlər. Turş da bir məzəsi var üst-üstə. Mən yediyim turşdur. Bir yol. Bəlkə şirin də var, bəlkə acısı da var, bəlkə ayrı bir məzəsi də var. Mən bilmirəm, amma hər halda mən gördüyüm budur. İndi bizim burada bir dil bizə bir taza bir dağarcığımıza bir söz qoydu, adı oldu passion fruit. Bəlkə biz bunu öz dilimizdə də bir ad buna qoyarıq. O da bir ayrı bir şey. Amma dilin işi budur.
bunu yaradar, təxəyyül yaradar, təxəyyül fəlsəfiyə, fəlsəfə təxəyyülə və dil bunların hər ikisini yaradır. İndi biz istəyək bir söz deyək ki, məsələn, totem deyirlər da indi buna. Totem. Totem kəlməsinin heç dildə mənası yoxdur. Bir dənə də ayrısı var totemdən sonra, o cürmü nədir? Ki, haram kimi bir şeydir. Mən hey buna görə danışardım, amma indi yadıma gəlmir. Tabu. Tabu sözü. Tabu sözü heç dildə yoxdur. Tamam dillərdə tabu sözü tabu gəlibdir. Çünki mənası yoxdur. Ayrı dildə buna düzəldənməyiblər o mənanı. Onun üçün də o düşüncəyə elə belə saparıblar. Totem. Simbol ya sembol. Bunlar bir dildə yaranır, o birisi dilə keçə bilir. Dil yaradır və dildə bir hava kimidir, su kimidir, hər yerə gedər və hər yerin də şəklini alır. İradı da yoxdur. Dil pəs, mənim nəzərimdə, dil yəni düşüncə, dil yəni xiyal. Dil yəni insaniyyət. O şey ki, insanı yaradır və insanlığın. Baxın, bir dünyada çoxlu heyvanlar vardır da, bilmirəm niyə deyiblər ki, insan əşrəf məxluqatdır. Çünki insan özünü çox sevibdir. Da deyiblər ki, fəqət bu behiştə gedəcəkdir. Özdə nədir olubdur ki, heç heyvan getməyəcək behiştə bundan sonra. Və o dünyada bu ət yiyəcək, süd yiyəcək, hardan gələcək, bunlar da bəllidir. Yəni, insanın fikirləri çox əcib bir qarma-qarışıq bir fikir var. Dini fikri çox qarma-qarışıqdır. Heç yer o birisi yerindən cür gəlmir. Amma bu insan o birisi heyvanlardan fərqi nədir? Budur ki, düşünə bilir və bu düşüncəni təxəyyülə çevirə bilir. Yəni, onlar da almanı, heyvanı, ağacı çıxa bilirlər, dərib yiyə bilirlər, şikar eləyib yiyə bilirlər. Buradan bizlə onların fərqi yoxdur. Heç fərqimiz yoxdur. Onların da ağzı var, burnu var, başı var, əti ilə, sümüyü ilə düzəliblər bizdə. Fərqimiz yoxdur. Fərqimiz dildədir. Dil nədən ibarətdir? Düşüncədən, təxəyyüldən. Düşüncə, fəlsəfə, təxəyyül də onun bir hissəsidir. Xiyal eləmək, arzu eləmək, arzuya yetişmək üçün yol tapmaq və onu ələ gətirmək üçün çalışmaq. Burası olur iradə. Amma əvvəl biz özümüzü görürük, nə istəyirik onu. Dil vasitəsilə bunu yayırıq. Məncə bizi, əlbəttə Ərəstu da buna deyir ki, insan heyvan-ı natiqdir. Buna ərəbcə deyiblər, filosoflar çeviriblər, məntiqdanlar çeviriblər. Deyiblər ki, əl-insanu huvəl mevcudun natiq, ya əl-insanu natiq. Natiqdən də mənziri danışan deyil, dedim. Nutq düşüncədən ibarətdir. Çünki bəzi heyvanlar danışırlar. Biz başlatmırıq. Tamam heyvanlar bir-birləri ilə danışırlar. Alışveriş edirlər, sevişirlər, uşaqları olur, uşaqlarını böyüdürlər. Hamısında bir sevirlər, əldən verəndə çox narahat olurlar, çox pərişan olurlar. Yoldaşlarını itirəndə, məsələn, qul deyilən heyvan, o ağ heyvan ki, boyunda çoxsun, çox da xoşçil bir heyvandır. O, məsələn, bir dənə erkəklə dişi bir-birlərinə yetişsələr, bir-birlərini sevsələr, ömür boyu bir-birlərindən ayrılmazlar. Ölənə yaxın bilər ki, mən ölürəm, ondan halallaşar, gedər bir uzaq yerdə təhcanına ölər. O ki, öldü, o birisi heç vaxt bir ayrı heyvanla, bir ayrı qulunla evlənməz, yola getməz. Bu bir eşqdir da, yaranır iki mevcudun arasında və bu devam tapır. Amma onlar bunu təxəyyülə çevirənmirlər. Onların qanatları var uçmağa, təbiidir. Yəni, onların iradələrindən gəlmir. İradə edirəm, indi uçam, falan yerdə qonam. Buna iradə eləyə bilirlər. İradədən mənzur çox bu qismətdir. Bu qismət çox belə şeydir. İradə o zaman bir şey ki, yoxdur, onu vücuda getirir. Allah bunu görür, dildən bunu elir.
Allah deyir ki, o zaman ki bir şey yoxdur və istir Allah yaratsın, onda deyir ki, kun, vəsselam, ol. Və sonra fəyəkun, onu düzəltmək üçün işə düşür. Baxın, burada Qur'andan bir şey öyrəşməliyik. Müsəlman olaq olmayaq, xoşumuz gəlmir, gözəl sözdür. Quran doğru Quran ola, yalan duran ola, bunu əl aparmış olarlar, aparmış olmuyor, amma bu ayə düz sözdür. Allah bir şeyi düzəltmək üçün dildən istifadə edir. Əvvəl bir təxəyyül var, dili vasitəsilə. Sonra bir iradə var, onu düzəltməyə. Sonra da dil ilə onu elam edib hamıya göstərməyə ki, ağa, indi bunu gərək biz özümüzdə. Biz Azərbaycanlılar ki, İran istimarı və Fars istimarının altında yaşayırıq. Bizim bir təxəyyülümüz var Azərbaycanlıqdan, türkçülükdən. Düşüncəmiz var bu haqda, fəlsəfəmiz var. Biz görürük ki, bizim bu məmləkətdə heç bir haqqımız yoxdur, hüququmuz yoxdur. Heç bir bu məmləkətdə yaşamağımızın heç faydası özümüzə yoxdur. Biz özümüz nökəri o nökərlərə bənzirik ki, nökər işlər ağa yiyər, sahibi yiyər. Nökər özü də dibdən, qabın dibində bir şey qalsa yalar. Ərbabın köhnələrin ciyər. Biz görürük ki, bu vətəndə bizim heç zadımız bizə aid deyil. Biz orada varıq, orada yaşırıq, orada işləyirik, orada çalışırıq, bu vətən bizimdir, amma biz buradan faydalanmırıq. Bunu dil ilə fikirləşirik. Sonra indi iradə edirik ki, niyə bu vəziyyət belədir? Özümüzdən bunu soruşuruq. Niyə bizim vəziyyətimiz belədir? Bu torpaq bizimdir və biz 50-60 milyon, 30 milyon, 20 milyon, 3 milyon adamıq. Niyə bizim öz əlimiz, öz başımız deyil? Niyə bu vətəndə bizim vətənli haqqımız yoxdur? Niyə bu məmləkətdə biz məmləkət sahibi deyilik? Niyə bu torpaqda yaşırıq, amma torpaqda bir zindani kimi yaşırıq, azad yaşamırıq? Niyə bu torpağı, bu milləti özümüz iradəmizlə yaşatdıra bilmirik? İstədiyimiz kimi bunu değişdirə bilmirik. İstədiyimiz kimi burada iş yarada bilmirik. İstədiyimiz kimi dünya ilə əlaqəyə girə bilmirik. Qonşularla əlaqəyə girə bilmirik. Sonra tapırıq ki, burada bir müşkül var, o da Fars və Fars dövlətçiliğidir. Bir ayrı müşkül var, o da budur ki, bizim dövlətçiliğimiz yoxdur. Güney Azərbaycanlıların dövlətçiliği yoxdur. Vətənlərində bir vətənsiz kimi yaşırlar. Sonra deyirik ki, düşünürük da, bunlar hamısı düşüncə, fəlsəfədir. Bu sual cavablar fəlsəfədir. Bizim buradan çıxmaq yolumuz nədir, bunu deyirik. Düşünürük zehnimizdə. Budur ki, dövlətimizi quraq. Budur ki, istiqlalımızı alaq. Budur ki, özümüz, öz müqəddəratımızı əlimizə alaq. Budur ki, biz niyə o mövqedə olmayaq öz toprağımızda ki, Farslar tamam bu yerlərdədirlər. Sonra buna nədir? Buna onların əllərindən çıxaq, gələk öz əlimizə. Özümüz özümüzü idarə edək. Nədir biz? Dədələrimiz nədir qurmuşlar? Bizdən teknoloji az, savadları az, amma onlar dövlət qurmuşlar. Amma bizim savadımız var, pulumuz da bəlkə var, şəhərlərimiz böyükdür, xiyabanlarımız var, maşınımız var, filanımız var, bəhmanımız var, amma dövlətimiz yoxdur. Dövlətimiz olmadığı üçün dilimiz rəsmi deyil. Dilimizdə dərs oxuya bilmirik, yaza bilmirik. Bizə daimən deyirlər ki, türk dili zəifdir, oradan bir şey çıxmaz. Amma görürük ki, dünyada 8-9 dənə rəsmi dövlət var ki, bunların danışgahları var, dilləri var və İran deyilən məmləkət, yəni Farslardan çox açıqdılar bunlar. Çox genişiblər, çox inkişaflıdırlar, çox rifahdadılar. Nümunəsi Türkiyə, nümunəsi Türkmənistan, Azərbaycan Cumhuriyyəti, Qırğızistan, Tataristan, hara deyirsiniz deyin. Bəs bizim müşkülümüz nədir?
Bizim əgər dilimiz Türkiyədə belə danışqahı var, dünya dillərinin içində dildir, dövlətlər içində dövlətlərimiz var, 8-9 dənə dövlətimiz var, rəsmi dövlətimiz və bir neçə dənə millət vardır Rusiyada, filan yerdə, Çində, orada, burada ki, bunlar yarı müstəqil cumhuridirlər. Nə cür olub biz o cür deyilik? Buna yol axtarır. Bu fəlsəfədir, düşüncə budur. Dil bu işi görür bizə. Mən kiməm? Vətənim nədir? Millətim nədir? Mənafiim nədir? Milli mənafiim nədir? Milli kimliğim nədir? Niyə dövlətim yoxdur? Niyə dövlət quramıram? Bunlar dilin işidir. Dilin əhəmiyyəti buradadır. Yazıb oxumaqda deyil çox. Dilin əhəmiyyəti düşünməkdadır. İzin verilə düşünəsən. Əgər biz bu dillə düşünənmirik, niyə düşünənmirik? Çünki bu dillə dərs oxumuruq. Bəs dil əvvələn türk dili güclüdür. Amma onlar bizə deyirlər gücsüzdür. Niyə ki özləri qoymurlar, biz əl-ayağımızı bağlayıblar, bir bərdə kimi, bir nökər kimi bizi saxlayıblar. Tamam fars dilin bizə təhmil edirlər. Biz fars dilindən sonra bir şey görmürük. Günü-gündən fars dilinin üçün onunla adət edirik. Deyəndə ki, iki neçələr heç birimiz deyənmirik. Amma deyəndə Dodota hamı deyir Saharta. Çünki o qədər onu bizə deyiblər ki, telefon nömrələrinin hamısını farsça deyirik. Her şey farsça, yani bize rahat olur. Çünkü onu medreseler 20 il onu bize şallaqla vura öyrədiblər, soxublar beynimizə şey. Bunu deyəndə sən belə düşünəcəksən. Amma öz dilimizdə bunu bizə öyrətməyiblər. Nə olub? Biz gündə danışığımızda da belə, yazılarımızda da belə o farscanı getirdirik bu türkün içində türkçə danışırıq. Türkçə deyirik və türkçə danışırıq. Amma əslində biz farscanı danışırıq. Bəs biz yetişirik bura ki, bunun hamısının səbəbi olur ki, bizim dilimiz güclüdür, amma bizim dövlətçiliyimiz yoxdur. Bunlar dil bizə bunu deyir. Dövlətçiliyimiz olsa biz də Türkiyə kimi olarıq. Biz də Azərbaycan Cumhuriyyəti kimi olarıq ki, taza 30 ildir Rus istimarının altından özünü nəcat verib, amma 30 ildə bir məmləkət qurub, bir dövlət qurub, bir sistem qurub, bir iqtisad qurub. Biz indi 100 illik getdikcə dalıya gedirik, getdikcə kiçilirik, getdikcə iqtisadımız azalır, getdikcə gücümüz azalır, getdikcə bizi həsf edirlər, getdikcə bizim dilimiz silinir, getdikcə bizim siyasətdə adamımız yox, hüquqda adamımız yox, dövlətdə adamımız yox, hər yerdən silinirik. Çünki getdikcə zəiflirik axı, getdikcə ölümə tərəf gedirik. Bir nəfər məriz deyibdir, ölümə tərəf gedir. Biz də o vəziyyət yox. Bizə zəhər verirlər günü-gündən, mərizlədirlər və biz ölümə tərəf gedirik. Dostlar, dil bizə düşüncəni, təxəyyülü verir. Biz dil ilə düşünürük, təxəyyül edirik. İndi ki biz fars dili ilə düşünürük birazın, çünki onların kitabları, o dildə kitab oxuyuruq, yazırıq. Bizim zehniyyətimiz və dilimiz, elmi dilimiz farscadır. Yəni, biz nə düşünürük, farslar kimi düşünəcəyik bundan bizə. Çünki biz ayrı dillə düşünürük. Hangi dillə düşünürsən, o cür düşünərsən. Deyirlər, hər dil bir adamdır. Buna görə ki, hər dilin özünün bir keyfiyyəti var, bir dünya görüşü var, bir suallar var, bir cavabları var. Bir sistemi mənası var o dilin. O mənada siz onun içində düşünə bilərsiniz. İndi fikir edin ki, bir daha bizim həyətimizdə göl var. İstəxr farsca. Göl var. Bunun düşürük içində üzürük. İndi bu su nə suyudur? Məsələn, şey süddür. Süddə üzər suyudur. Bizim ayrı çarəmiz yoxdur. Çünki bu göl süd gölüdür. Gelirik bir yerdə lumu suyu döküblər. Biz o lumu suyu dözürük. Ayrı bir şey yoxdur burada. Birine gelirik görürük orada alma suyu döküblər. Alma suyunu dözürük. Diller belədirlər. Yəni siz bir dildən bir ayrı dirəcədən də bir düşüncə sistemindən bir ayrı düşüncə sistemə gedirsiniz. Bir insaniyyət formundan bir ayrı insaniyyət formuna girirsiniz. Deyək ki, İngilisi dili süd gölüdür, Fransa dili limu gölüdür, Rus dili alma gölüdür, Fars dili şüvərən gölüdür və o birisi dildə hər dil özünə görə bir göldür.
içində düşünürük, təxəyyül edirik. O dilindən o dilin hər şeyi fərqli olduğu üçün nəticəsi də sonucu da fərqli olacaqdır. Yəni fars dili bu günləri yaratdığı təməddün budur. Baxın, yaratdığı təməddün keçən 100 ildə ki başlayıblar, bunu hamıya zor eləyiblər. Əslində dünyanı tamam çeviriblər. Dünyada fəqət fars dili çox da əzizdir, o birisi dilləri heç birisi yoxdur. Bunlar ərziş yoxdur. Bunlar bu yaratdığı budur, bu camiədir. İnsanlar bir-birlərini öldürürlər, sevinirlər. Bir-birlərini döyürlər, sevinirlər. Oğurluq bir hünərdir. Dünyanın heç yerində bir dana arvadın 10 dana oğlan dostu, bir dana oğlanın 10 dana kız dostu olmaz. Türkiye'nin serialların nəqd edir deyəcək, Türkiye filmlərində bir dana adamın 4 dana yoldaşı vardı, ərinin xəbəri yoxdur. Cəlib budur ki, bu film idi. Amma İranda doğru yaşamda, vaqi yaşamda beləsidir. Bu təməddünü onlar yaradıblar. Fars təməddünü dediğin o bu sistemdir ki, onda yaşırıq. Biz onun içində üzürük. Siz bu dildən Fransa ya Alman ya Amerika ya Kanada nəticəsini almaq imkanınız yoxdur. Çünki bu Şüvərən gölüdür, o süd gölüdür. Şüvərən gölün süd gölünə çevirmək olmaz dostlar. Siz süddən kərə ala bilərsiniz, siz süddən pənir ala bilərsiniz, qatıq ala bilərsiniz, qurut ala bilərsiniz, yüzlər şey düzəldə bilərsiniz. Amma Şüvərəndən pənir alanmaz. Şüvərən gölündən siz kərə alanmazsınız. Şüvərən gölündən bir şeyler olar, süd gölündən bir şey, alma gölündən də bir şey. Dilləri bu cürdülər. Yəni bu dilin bir sonuç verməsi gərəkir. Dil sonuçdan ötürdür. Mütəəssifanə fars dilinin sonucu buzxanadır, dondurmacıdır. Mütəəssifanə. Fars dilində yaradıcılıq yoxdur. Dostlar deyirlər, bunun əcib şeirləri var. Bu şeirlər bizə nə veriblər? Mən Künas TV'də də bunu soruşdum. Bir dəfə 400 Ziya Sədr Əşrafi cənablarından çox bu şeirin bizə nə faydası olubdu? Bax, deyək ki, Hafiz gözəl şeir deyib. Gözəl, Sədi də gözəl şeir deyib. Filan kəsdə, Bəhman kəsdə. Hətta belə Moləvi də. Gözəl şeir deyiblər. Amma o gözəl şeirin fars dilindədir. Hangi təməddünə yansıyıbdır? Hangi təməddünü düzəldibdir? Heç bir təməddün düzəlməyibdir. Heç bir şeye yansamayıbdır. Heç bir tosəəni, rifahı, əmniyyəti gətirməyibdir. Ərəb dilində heç olmasa insanların bir əmniyyəti var idi, bir aramışı var idi, bir ruhu aramış, bir ərəb dilinin heç olmasa bunları var idi. Heç olmasa bunları var idi. Fars dilinin nəyi var? Nə verib? Bax, ağa bizə nə gətiribdir? Əmniyyət camiədə yoxdur. Abru heysiyyət tanınmır. Rifahın mənası yoxdur. Bahalıq var, oğurluq var, rişvət var, xanımbazlıq var, ərbazlıq var, filan var, bəhman var. Nə dedin ki var? Bax, dünyada hangi yaxşı şey var ki, İranda onun tərsi yoxdur. Hüquq-i bəşər pisdir, dostluq pisdir, vəfadarlıq pisdir, insaniyyət pisdir, hamısı pisdir. Hə, danışanda gözəl sözlər deyirlər. Amma yaratdığı təməddün nədir? Dilin sonucu nədir? Sonucu bu camiədir ki, yaşırsınız. Mən orada deyirəm, amma siz oradasınız. O camiə ki, yaşırsınız, o fars dilinin sonucudur. Türkiye'ye gedirsiniz, Türkiye Türk dilinin sonucudur. İngilizce memleketlere gedirsiniz, İngilizistan olsun, Kanada olsun, Amerika olsun. Orada gördüğünüz sistem, orada gördüğünüz tosəə, orada gördüğünüz hüquq-i bəşər o dilin icazəsi içindədir. O dilin sonucudur. O dildir ki, icazə verir hüquq-i bəşər, demokrasi, azadlıqdan siz burada danışa bilərsiniz və ola bilər və onu yaşayasınız. Amma İranda o dildir ki, sizə icazə vermir. Onları düşünəsiniz, doğru düşünəsiniz və onları yaşayasınız. Dilin əsərindədir. Dildir ki, o cumud fikri ərəbcə fikrin dondurmasına səbəb olur. Məncə deyirəm, dil insaniyyətdir. Çünki biz dildən ibarətik. Bizim düşüncemiz, dünya görüşümüz, istəyək dünyamızı dəyişək, istəyək millətimiz rifahı yetişsin, istəyək azadi, demokrasiya, ədalət, hüquq-i bəşər, filan, bəhman olsun.
o dil ona gərək zərfiyyəti ola, əvvəl onu qəbul eləyə, özü açıq ola, özünə yer ver, qəbul eləyə, çox taza bir şeydir, qəbul edin. Ya yaradıcılıq gücü ola, yəni özü deyək ki, mən yaradım, demokrasi Amerikada belədir, mən ondan qəşəngini yaradım. Azadlıq Amerikada pisdir məsələn, mən ondan yaxşısını yaradım. Amma fars dilində yoxdur bu. Bizim insaniyyətimizi dil düzəldir və dil ilə dilin fərqi var. Dil sonuçlar yaradır. Sonucu nədir? Təxəyyül, fəlsəfə, düşüncə və yaşam. Çünki biz yaşamamızı da yaşamağımız və yaşam sistemimiz, mənim 55 yaşım var. Bu 55'i mən yaşamışam, amma dil içində yaşamışam. Bu yaşam sistemidir. Yəni bizim mən 55 illik yaşamışam, bir dildə yaşamışam. Çünki fars dili əsasındadır. Yaşam tərzidir dil. Dil bir dana əbzar namə kağızı deyil. Yazasan kağız kimi deyəsən ki bu irtibatdır. Ruznamə kağızı deyildir. Dil kitap değil. Dil yaşam tərzidir. Dil düşüncə tərzidir. Dil yaradıcılıq tərzidir. Və bunu Quranda da Allah bunu qəbul edir. Yəni Allah deyir ki və izə ərədə şeyən fəqalə ləhu kun, o zaman ki bir şeye iradə edir, ona dilinə deyir. Deyir ol. Fəyəkun, sonra onun olmağı üçün yaradır bir şeyler. Dostlar, mən fikir edirəm ki, yenə də deyim ki, mən həm təsadüf eləmişdim, həm də korona tutdum, Dalasıcanda tutdum, omikron tutdum. Hələ də feylən zəifəm. Benzinim qutardı indi o enerjim və gücüm qalmadı ki, davam verim. Sabahları yenə də ana dil haqqında danışacağım. Bu tabii ayrı məsələ haqqında. O da bunları işarə edeyim dostlara, buyurun, dostlara yetirin sabahları olsalar bunu danışaq. O da budur. İspanya, Portugal, İngilizistan, Fransa və hətta Alman. Bu millətlərin dilləri və kültürləri ciddi Afrikaya, ciddi Asiyaya, ciddi Amerikaya, ciddi Afrikaya və bir də Amerika Şimali və Cənubiyə. Yəni Kanadaya, Amerikaya ciddi və burada insanların dilin çevirdi. Bu günləri insanlar orada İspanyayı danışırlar. Portugal danışırlar. İngilisi danışırlar. Məsələn, Amerikanın və Kanadanın sahibləri ki, qızıl dərili, türkçə deyilir, farsça sorpuz. Bunlar buranın topraklarının sahibləridir. Onlar İngilisi danışırlar məsələn. Amma nə olub da İngilisi danışırlar? Yəni deyək ki, Süd gölünə düşüblər, öz dillərindən çıxdılar, Süd gölünə düşdülər. Amma niyə nəticəsi Amerika kimi deyil? Niyə İngilistan kimi deyil? Niyə Kanada kimi deyil? Bəlkə dalıdırlar. Yəni dünyanın ən geri qalmış məmləkətləri Cənubi Amerika məmləkətləri Afrikadır. Ya Kanadada, Amerikada yer sahibləridir. Bundan belə ki, dilləri İngilisidir, ya Portugaldır, ya İspanyayıdır, ya Almanıdır, ya Fransadır. Və bu dillərin sahibləri Almanlar, özləri ki Almandadılar, Fransalılar, İngilislər, Portugallılar, İspanyalılar, bunlar öz məmləkətlərində çox genişmiş, təsəttü etmiş millətlər, inkişaf eləmiş millətlər, genişmiş millətlər. Amma o millətlər üçün bunlar gediblər, onları işğal ediblər, onların dillerini çeviriblər, onlar geri qalmış millətdilər. Dünyanın ən geri qalmış millətlərindən, məsələn, siz baxın, Latin Amerikadır, Afrikadır. Bu haqda da istəyirəm ki, sabahları ömür olsa danışam. Sizin hamıza can sağlığı arzulayıram, özünüzdən müvazib olun. Görüşmək ümidi ilə sağ qalın. Hələlik.